Bugün sizlerle yumuşaq, çox dadlı, qaymaqlı kremi ilə ballı tort hazırlayacağım. Kremi üçün orta boy qazana yumurta, şəkər tozu, un və vanili əlavə edib yaxşı qarışdırdım. Üzərinə südü əlavə edərək qarışdıraraq ocağa yerləşdirdim. Qaynamağa başlayandan sonra ocaqdan götürüb tez soyması üçün başqa bir qaba boşaldıb üzərini streçlə örtüb hələlik kənara qoydum. Əlavə bir qabda qaymağı köpüklənənə qədər qarışdırıb üzərinə bişmiş kremi əlavə edərək 1-2 dəqiqə ərzində çaldım. Gördüyünüz kimi çox gözəl xamar bir krem əldə olundu. Xəmiri üçün altı qalın bir qazana yağ, şəkər tozu və balı əlavə edərək ocağa yerləşdirib qarışdırdım. Yağ tamamilə əriyəndən sonra üzərinə çay sodası əlavə edib 1 dəqiqə daha qarışdırıb əlavə bir qaba boşaltdım. İlk istiliyi getdikdən sonra 3 ədəd yumurtanı da üzərinə əlavə etdim. Yumurta kütlədə həll olana qədər qarışdırıb, son olaraq unu və duzu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğurdum. Streç filmə büküb soyuducuda yarım saat ərzində dincəltdim. Dincələn xəmiri 10 hissəyə bölüb, kündələyib ilk hazırladığım kündədən başlayaraq yayıram. Yağlı kağızın üzərinə xəmiri yerləşdirib diametri 24 sm olan halqa ilə kəsib, yersiz qabarmaların olmaması üçün bir neçə yerdən deşərək, əvvəlcədən qızdırdığım 160 dərəcəli sobada üzəri bu şəkildə olana qədər bişirdim. Tortu yığmağa başlayaram. Elastik və yumşaq alınan korjların arasını kremləyib üstü-üstə yığaraq kənarını və üzərini kremlədim. Kənarından çıxan artıq qırıntıları ovuntu halına gətirərək üzərinə və kənarlarını örtdüm. Ərzaqların miqdarını və lazım olan məlumatı açıqlamalar bölməsində yazacağam. Bundan əlavə videonu daha ətraflı eyni adlı YouTube kanalımdan da izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.